İmam Rıza aleyhissalam bilirsiniz də məşhur söhbətdə yadınıza salıram, bir gün gəlir, bir nəfərlə görüşür. Oruçluq vaxtı olur. Görür ki, oruç deyil. Deyir, yadını bir xəstədir falandır. Gəlir namaz vaxtına çıxanda görür, namaz da qılmır. Deyir, sən namaz qılmırsan, orucu başa işləyib bəlkə xəstəsən, namaz da qılmırsansa, deyir, heç birini eləmirəm. İmam təəccüblə soruşur, niyə? Deyir, mən bu Əbbasi xanədanının xidmətçisiyim. Zindanban idim da, bilirsən də, işdən çıxardılmışam. Mənə əmr elədi xəlifə ki, gel bu dəstə qocanı öldür. Mən də soruşmadım, xəlifənin əmridir, getdim öldürdüm. Bir dəstə cavan verirlər, bunları da gel öldür, getdim onları da öldürdüm. Əmr quluyamda mən nə deyirlər ona deyirəm. Gəldim, bir dəstə də körpələri verirlər, onları öldürəndə axır biri və ki, bəsdir o Peyğəmbər nəslini qurduzlar. Səninlə bunlar seyyidlər imiş. Mən bu qədər seyyid qanına əlim batırdım, mənim ondan sonra nə olacaq işim? İmam burada hiddətlənir, hirslənir. Hiddətlə durur ayağa, qəzəblə ona deyir ki, and ola Allaha ki, sənin bugünkü ümidsizliyin, tökdüyün qanlardan da ağırdır. Sənin Allahın rəhmətinə olan ümidsizliyin, o gördüyün cinayətlər var ha, ondan axırdır.